Çok konsertlerde oluruz. Elə olur, möhtəşəm zallar olur, kiçik zallar, böyük zallar. Ama hamısı biraz klasik mənada, klasik bir ənənə ilə davam edir. Ama bugün biz fərqli bir konsertin şahidi olduq. Və Aytaç xanım da sağ olsun, çok güzel astrofizik gibi həmin prosesi de çok güzel izah etdi. Və burada həm biz konsertə qulaq asdıq, gözəl musiqiyə qulaq asdıq və bununla beraber de Galaktikanı öyrəndik. Həqiqətən bu həm öyrədici oldu, maarifləndirici oldu, həm də gözəl musiqiyə qulaq asdıq. Mən sizi təbrik edirəm, fərqli bir musiqi yaratmışsınız, fərqli bir axındır və ümid edirəm ki, bəlkə də siz bu proqramınızla, öz kollektivinizlə bəlkə də dünya turuna da çıxarsınız. Sizə bunu arzulayırım.